Salam, xoş gördük hörmətli tamaşaçılar. Ataların bir məsəli var. Pulun çoxu yük olmaz, əyri bitən düz olmaz. İnsan maddiyyata önəm verdikcə pulun təsiri altına daha çox düşür. Bu isə onların aləmində hər şeyi pula çevirir. Bugünkü verilişimizdə söhbətimiz puldan gedəcək. İlk öncədən istərdim qonaqlarımızı sizə təqdim edim. Tanınmış işıq cərrahı Professor Paşa Qəlbinur. Azərbaycan Respublikasının xalq artisti Ağadadaş Ağayev. Azərbaycan Dillər Universitetinin pedaqoqu, psixoloq xanım Lalə Sadıxova və iş adamı xanım Naibə Abdullayeva. Hər biriniz xoş gəlmişsiniz. İlk sualımı Paşa Qəlbinurdan başlamaq istərdim. Paşa müəllim, nəyə bundan almaq mümkün deyil? Allah Teala insanları çox müxtəlif yaradıbdır. Ancaq onların hamısını bir-birinə bağlayan bir-iki bağ var. O bağlardan biri odur ki, hamının anası var. Ona görə ana haqqında mahnı oxunanda hamıya təsir eləyir. Bəli. Gözəl mahnı. Bir də bütün insanları, o mirvarini sapa düzən kimi, o sapdan keçən, sap olan mahiyyət də puldur. Yəni, həm də pul insanları və pula münasibət insanları bir-birinə bağlayır. Bir böyük alim uzun illər bundan əvvəl deyib ki, kim əgər deyir ki, pulla hər şeyi həll eləmək olar, onun nə əvvəl pul olub, nə indi var, nə də gələcəkdə olacaqdır. Yəni, pulla hər şeyi həll eləmək mümkün deyil. Pul müəyyən bizim qayğılarımızı azalda bilər, müəyyən arzularımızın yerinə yetməkdə bir katalizator rolu, maşındakı benzinin nə rolu var, o rolu oynaya bilər. Pul hər şey deyil. Pul müəyyən sahələri də gücü çatan, işləyən bir vasitədir. Bəli, Paşa müəllim, sualım sizədir. Pullu insanlar üç cürdür. Pulunun köləsi olanlar, pulunun ağası olanlar və pulunun dostu olanlar. Siz hansına şamilsiniz? Mən pulunun ağası olanlardanam. Yəni, mən pulu idarə eləyirəm. Məsələn, kollektivi idarə eləyən kimi məndən da mənə tabi olan insanları ki, həm onlara yaxşı olsun, həm də bu ümumi işin naminə iş irəli geçsin. Yəni, pulun ağası olan adamlar olubdur, çox olub. Məsələn, onların ən böyücü, bizim hamımızın belə məhəbbət və hörmətlə xatırladığımız Hacı Zeynalabdin Tağıyev öz pulunun həmişə ağası olubdur. Onu elə yerə istiqamətləndirib, elə yerlərə sərf eləyib ki, o nəinki yaxın, çox-çox uzaq zamanlar üçündə deməli, diri qalıb o fəaliyyət. Məsələn, qızlar məktəbi açıbdır, o böyük bir işdir. Bu deyilənlərin hamısı pulun ağası olmaq deməkdir. Pul vacib deyil ki, çox olsun və yaxud da az olsun. Hansı miqdarda olsa, onu səmərəli sərf eləmək, onu insan özünün, xalqının, millətinin arzularına uyğun, mental dəyərlərimizə uyğun sərf eləmək, o çox dürüst, düzgün bir hərəkətdir. Ancaq bunun üçün də çoxlu kitablar oxumaq lazımdır. Həyat təcrübəsi lazımdır. Çünki bunlar da təcrübə ilə gəlir. Bax belə. Naibə xanım, sualım sizədir. Ailə xoşbəxtliyini nədə görürsən? Ailə xoşbəxtliyini hüzurda görürəm. Ailədə bir-birini başa düşməkdə görürəm. Qarşılıqlı münasibətdə görürəm. Yəni, bunlar varsa, yəni ailədə xoşbəxtçilik də olar. Anlayış varsa, əgər ailədə sevgi varsa, mənə əgər hər şeyin başında bunlar durur, ən birinci. Nə sizi daha xoşbəxt edə bilər? Hüzurlu həyat, sağlam həyat. Əlhəmdülillah, mən düşünürəm ki, bunlar hal-hazırda var və mən özümü xoşbəxt hiss edirəm. Naibə xanım, baxıram görünüşdən özünüzə baxan qadınsınız. İstər salonu, istər fitnesi, istər qadına məxsus əyləncələri, bunların hamısının başında pul durur. Təbii ki. Bununla özünüzü bir qadın kimi xoşbəxt hiss edirsinizmi? Yoxsa hardasa deyirsiniz, nəyimsə çatmır? Yox, xoşbəxt hiss edirəm. Yəni, sizin xoşbəxtliyiniz pulun başındadır. Xeyr, pulun başında deyil. Sadəcə bunları həyata keçirmək üçün pul önəmlidir.
Yəni hər halda düşünürəm ki, bunları yəni yaşamaq üçün, bunları əldə etmək üçün müəyyən qədər pul rol oynayır təbii ki. Mütləq xoşbəxt olmaq mümkün deyil. Xoşbəxtlik anlardan ibarətdir. Əgər məsələn bir böyük bəla gəlirsə, məsələn millətlə bağlı, məsələn dünyanın böyük faciəsi olur, dünya müharibəsi başlayır, məsələn bütün böyük qitələri əhatə eləyir. Böyük faciələr olsa insan o anlarda xoşbəxt ola bilməz. Yəni xoşbəxtlik anlardan ibarətdir. Əslində adi boz günlər, saatlar daha çoxdur, öz qədərindən də çoxdur. Kədər də mənə elə gəlir ki, istənilən adamda xoşbəxtlik anlarından qat-qat çoxdur. Mənim fikrim. Bəli, bəli. Lalə xanım, sualım sizdədir. İndiki müasir qızlar kasıba yox, varlıya ərə getmək istəyir. Bu haqda nə deyə bilərsiniz? İlk öncə istəyirəm biraz suala tamamilə fərqli bir baxışdan baxaq. Ümumiyyətcə, bax bu pulla biz bağlıdır bizim bugünkü mövzumuz. Bəli. Pul özü də insanın dəyərlər sisteminə aid olan bir şeydir. Yəni insanın yəni bunu mən bir psixoloq kimi demək istəyirəm ki, yəni insan müəyyən dəyərlər sisteminə aiddir. Məsələn, elə insanlar var ki, onun üçün rahatlıq daha önəmlidir. Elə insan var, onun üçün ailə daha önəmlidir. Elə insan var, sağlamlıq daha önəmlidir. Elə insan var, onun üçün pul hər şeydən önəmlidir. Yəni indiki gənclərimizə fikir verdikdə biz baxırıq ki, onlar hər şeydən önəmli pulu götürürlər. Yəni fikirləşirlər ki, ailə quranda da, həyatlarında hər hansı bir addımı atanda da, hansısa bir işə düzələndə də, karyera qurmaq istəyəndə də istəyirlər hər şeyi tez əldə etsinlər. İstəyirlər hər şeyi tez bir zamanda həyata keçirsinlər. Və ailə quranda da görürsünüz ki, çox vaxtı onlar daha çox seçdikləri insanın həyatda müəyyən nailiyyətlər qazanmasına daha önəm verirlər. Yəni bunun da əsasını pulda görürlər. Fikirləşirlər ki, evi olsun. Bağlıdır. Əvvəllər yəni qızlarımız bu haqda düşünürdülər. Yəni qızlar əvvəllər düşünürdülər ki, oğlan ali təhsilli olsun, evi olsun, amma indi ondan əlavə müasir qızlarımız dəbdəbəli ev olsun, pulu yetərincə artıqlaması ilə olsun. Bax, bu nə ilə bağlıdır? Yəni bunun hamısının əsasında çətinlik çəkməsinlər deyə belə fikirləşirlər. Yəni burada sevgi önəmli deyil. Ki, bəli, sevgini önəmli götürmürlər, amma bu çox böyük bir səhvdir və çox səhv bir addımdır. Yəni indiki gənclərimizin çoxunda, yəni biz bunu müşahidə edirik ki, bax bu minvalla bu cürə ailə qururlar və onun sonu çox da yaxşı nəticələnmir. Yəni boşanmalara gətirib çıxardır. O baxımdan düşünürəm ki, ailə qurduqda da, ümumiyyətcə həyatda hər hansı bir addım atdıqda da insanlar birinci növbədə pulu yox, daha çox həmin o işdə mən hansı nailiyyətlər qazana bilərəm, bunu fikirləşsinlər. Və yaxud da ki, ilk gənclərimiz var ki, işə düzəlirlər, o dəqiqə o işin pulunu düşünməyə çalışırlar ki, mən nə qədər maaş alacam. Amma çox gözəl bir deyim var, deyirlər ki, əvvəl insan işə işləməlidir, sonra iş insana işləməlidir. Yəni ki, birdən-birə biz pul qazana bilmərik. Pul qazanmaq üçün sən həmin o işi dərinliklərini öyrənməlisən. Həmin o işin necə deyim, hər tərəfli öyrənməlisən ki, sən həmin o işdə müəyyən uğurlar qazana biləsən. Uğur qazandıqdan sonra artıq müəyyən mənada pul da qazana bilərsən. Lalə xanım, bir psixoloq kimi kimlər əlində olan pulu düzgün xərcləyir? Belə demək olmaz ki, kimlər daha düzgün pul xərcləyir. Ola bilər ki, iqtisadiyyatçılar da düzgün pul xərcləməyin yollarını bilə bilməzlər. Ola bilər ki, adi bir insanlar da pul xərcləməyin yolunu bilməzlər. Bu məlum məsələdir, amma bilənlərimiz var. Yəni, belə düşünürəm ki, pulu çətinliklə qazanan insanlar onu daha düzgün xərcləməyin yolunu bilirlər. Bilirsiniz, psixologiyada çox maraqlı bir deyim var. Canavar istehlakçısı. Yəni, bəzən bizim insanlar pulu qazanmaq üçün xərclədikləri o vaxtın qədrini bilmirlər. Görürsən ki, pulu qazanırlar, amma o pulu xərcləyəndə o qədər belə necə deyim, çox sərf edirlər, hər şeyi xərcləyirlər. Məsəl üçün, cavanlar var ki, mən tanıyıram şəxsən, məsəl üçün, görürsən ki, nəyinsə daha çox istəyirlər, nə bilim, geyimə daha çox pul xərcləyirlər, gəzintilərə daha çox pul xərcləyirlər. Bax, nədən irəli gəlir? Bu hamısı ondan irəli gəlir ki, mən yenə deyirəm, bax, psixologiyada buna canavar istehlakçısı deyirlər. Yəni, insanların nəfsi doymur.
Paşa Qəlbinur gözəl həkimimiz dedi ki, daha xeyriyyə bir işə xərcləmək daha gözəl bir şey nəticə verə bilər. Yəni insan əgər doğrudan da sən gözəl nəticələr qazanmısansa həyatda, pulun çoxdursa, onu daha bir xeyriyyə yerinə xərcləsən, insan daha çox zövq alar məncə bunlardan. Çünki o gündəlik xərclədiyimiz şeylər bizə bir anlıq zövq verir. Məsəl üçün biz hansısa bir məkana gedə bilərik. O məkanda çox gözəl bizə qulluq ola bilər, amma o müəyyən bir anı aparacaq və siz orada özünüzü xoşbəxt hiss eləyəcəksiniz. Amma kimlərəsə, nəsə bir xeyriyyə işinə, əgər böyük bir yatırım edirsinizsə və oradan aldığınız o həzz daha böyük bir həzdir. Yəni siz insanlar üçün nəsə etmiş olursunuz. Yəni insanlar bu haqda fikirləşsələr daha gözəl olar məncə. Fikirləşənlər azdır da belə çıxır. Ağdadaş, mən belə bir sualım var. Davanı qılınc kəsər, sevdanı pul. Bu deyimlə razısınız? Valla əslində davanı qılınc kəsər deyəndə ki, ata-babalarımız qılıncla döyüşüblər. O dövrün söhbət qılıncından gedirsə, mən razıyam. Amma qaldı ki, Koroğluda deyirlər, Dəmirlülə icad oldu, mərdlik, kişilik öldü. Oradan sonra hər şeylər dəyişdi. Amma pula da gələndə pul vasitədir insanlar arasında. Amma pul heç bir şey deyil yeri gələndə. Bəli. Söz yox, sözlər də yazılıb, qəzəllər də yazılıb. Mən məsələn pul haqqında qəzəl bilirəm. Bax, yadımdadır, milyonerin biri danışırdı. Dedi ki, pul qəzəlini oxuyarsınız. Mən dedim, oxuyaram. Çox pulu var idi, pulları dağıtdı, elədi. Baxdım ki, o deyilənlərlə bu pulun olan münasibət heç də uyğun gəlmir. Tərs mütənasibdir. Ona görə də bu ünsiyyət vasitə olduğu üçün insanın sosial həyatında iştirakından başqa bir şey deyil. Çünki bu dünya malı, muaddiyyat elə bir şeydir ki, insanın Allahdan yaradılan nəfsi ilə bağlı istəklərdə bu və ya digər formada dəyişir. Bir gün çox pullu bir insan, milyarderin biri olur, yeganə evladına deyir ki, məni dəfn eləyəndə bir dənə səndən vəsiyyətim var, onu xahiş edirəm, yerinə yetirir. Deyir ki, böyük məmnuniyyətlə də artıq bir dənə evli adam nə vəsiyyət eləsəniz, bir vəsiyyət eləyir, o vəsiyyəti dəfn zamanı istəyirlər, gerçəkləşdirsinlər, alınmır. Gətir, deyir ki, öləndə mənə bu corabı ayağıma geyindirərsiniz. Orada da dini nöqteyi nəzərdən, bizim milli dəyərlərimizə görə, ümumiyyətlə dini nöqteyi nəzərdən dəfn mərasimdə bu heç də imkansız bir şeydir. Orada icazə vermirlər, sonra da onun mənasını araşdırandan sonra başa düşür ki, mənim atam nə qədər milyarder də olsa belə. Görürsünüz, özü ilə o corabı apara bilmədi. Bəli, bəli. Ona görə də bu maddiyyat mənəviyyatın önünə keçməsin, inşallah keçməz də. Bir millətin həyatında, ictimai həyatında, sosial həyatında əgər maddiyyat mənəviyyatın önünə keçirsə, o böyük bir fəlakətdir. Ona görə də pula bir vasitə kimi baxsınlar. Pul hər şey demək deyil. Bizim mənəvi dəyərlərimizin qarşısında Pul hər şeyi həll həll edə etmir. bilmir. Bəlkə tamaşaçıların ruhunu xoş eləmək üçün bir daha gözəl mahnılarınızdan ifa edərdiniz. Böyük məmnuniyyətlə. Bir dənə də icazə versəniz bir lirik oxuyayım. Ondan sonra, çünki bütün proqramlara gedirəm Mehriban xanım. Hamısı deyir bundan olsun, bundan belə. Deyirəm əşib, qoy arada bir lirika da oxuyaq. Bir balaca həzin musiqiyə də qulaq asaq. Ancaq ayağımızı oxumayaq, biraz da düşünmək üçün oxuyaq. Buyurun. Duyğularımızla, Sizin bütün hisslərimizlə mahnılarınız. yaşayaq. Tamaşaçılarımızı buradan ürəkdən salamlayım.
Ürək deyil bədən oldu, ürək deyil bədən oldu, bədən oldu. Əzizinem xəndan oldu, gül bağçada xəndan oldu. Əzizinem xəndan oldu, gül bağçada xəndan oldu. Mən ki səndən ayrılmazdım, bu ayrılıq səndən oldu. Mən ki səndən ayrılmazdım, bu ayrılıq səndən oldu. Öz eşqimdən, diləyimdən ayrı düşdüm illərlə. Öz eşqimdən, diləyimdən ayrı düşdüm illərlə. Amma səndən ayrı gəzən ürək deyil bədən oldu, ürək deyil bədən oldu, bədən oldu. Amma səndən ayrı gəzən ürək deyil bədən oldu, ürək deyil bədən oldu, bədən oldu. Nədən oldu? Nədən oldu? Neden oldu, neden oldu? Məsəl üçün, mənə deyirlər ki, bəzən sən belə. Deyirəm, bəli, mən dünyanın ən varlı adamıyam. Bax, günəş mənimkidir. Bahar ki, gəlir gülləri ilə mənimkidir. Bu dənizin gözəlliyi mənimkidir. Okeanlar mənimdir. Bütün dünya mənimkidir. Çünki əslində şairlərin çoxsu o cürə hiss eləyir dünyanı. Və o adama bir rahatlıq gətirir. Tutaq ki, saatdır. Mən lap bahalı saat taxa bilərəm. Ancaq heç vaxt bahalı saat sevməmişəm mən. Belə o saat görsənmək üçündür. Biraz da uyğun olsun geyiminə, bax belədir ha. Məsələn, ifrat bahalı maşını heç vaxt mən sürməmişəm. Ancaq istəsəm sürə bilərəm. Ancaq o sənə aparmaq üçündür. Səttar Bəlluzadə lap belə adi, cırcında paltarda gəzirdi, belə deyək. Ancaq onun yeri çox bizim ürəklərimizdədir və sağlığında da ən yuxarı başlar. Çünki o ən dünyanın istedadlı rəssamları, xalqımızın istedadlı rəssamlarından biri. Heç vaxt geyim, maşın, hər hansı bir zinət əşyası insanın nə mənəviyyatını təyin edə bilər, nə cəmiyyətdəki yerini təyin edə bilər. Bu insanlar bunu bilsinlər. Deyirlər, pul əl çirkidir, düz deyirlər, pul əl çirkidir. Pul yalnız minimal şeyləri ödəmək üçündür. İnsan mənəviyyatı, insanı, qızlar da varlı oğlanlar da ağlı varlı, özü yaraşığı varlı, istedadı varlı, zəhmətə münasibəti varlı oğlanlara getsinlər. Onda o birisi məsələlər maddilik gələcək. Müəllim, deyirik pul əl çirkidir, amma buna baxmayaraq hamı çox sevir pulu. Mən demirəm ki, sevilməsin. O, əgər, yenə deyirəm, maşının yanacağı olmasa, o maşın gedə bilməz, hərəkət eləyə bilməz. Ancaq o yanacağı anadan, atadan çox sevsən, vətəndən çox sevsən, onda insanın axırı olmaz. Mən bunu deyirəm.
Yaxşı, puldan getdi söhbətimiz. Bir özünüzə təklikdə sual vermisinizmi ki, pul necə yaranıb? Vaxtilə məsəl üçün duz pul vahidi olub. Duzla, məsələn, bu qədər qram duzla dəyişiblər, bir şey alıblar. Vaxtilə bir dövr olub zəfəran pul vahidi olub. Zəfəranla dəyişiblər, belə alıblar. Yəni onun adı dəyişib və bütün forması dəyişib və hər millətdə özünə aid olan bir ona ad qoyubdur. Naibə xanım, siz biləsiniz pul necə yaranıb? Paşa müəllim öz fikrini söylədi. Mən bu haqqda inanın ki, düşünməmişəm. Sadəcə amma onu bilirəm ki, pulu nə qədər gözəl idarə eləyərsən, o qədər də yəni ki, pul artım olar. Yəni yerində xərcləyəsən, qədərində xərcləyəsən. Mən belə düşünürəm. Lalə xanım, siz necə? Yəni pulun yaranması haqqında biz bunu tarixdən öyrənmişik. Bəli. Yəni zamanında natural təsərrüfatın yaranması ilə bağlı olan bir tamamilə doğrusunuz. Pul maldarlıqdan yaranıb. Maldarlıqla yaranıb, natural təsərrüfatla bağlı olan bir zamanı əhatə eləyir və insanlar müəyyən bir dövrlərdə müəyyən işlərlə məşğul olublar. Həmin o işləri əvvəl özləri üçün, öz ailələri üçün düzəldiblər. Məsəl üçün sənətkarlıqla məşğul olan, duluzçuluqla məşğul olan, ticarətlə məşğul olan əvvəl öz ailələrinin xidməti üçün bunu ediblər. Amma sonradan görüblər ki, bu artır və bunu biz nə edək? Bunu deməli kimlərəsə biz verə bilərik, sata bilərik və satdıqlarının əvəzində nəyi nənsə bunu dəyişdirə bilərik. Yəni nələrisə dəyişdirib almaq, satmaq və bu müəyyən bir ticarət məsələsinə gətirib çıxarıb ki, müəyyən dövrdən sonra artıq pulla bağlayıblar və müəyyən bir vahidlərlə bağlayıblar və bu da pulun məncə yaranmasına aparıb çıxardır. Əvvəllər pullar tuncdan, qızıldan, gümüşdən yaranıb. Bəli, bəli. Əvvəllər tunç pulu olubdu, dəmir pulu olubdu, Bəli. sonra qızıl pulu olubdu, gümüş pulu olubdu və indiki dövrümüzdə artıq yəni kağız pullardan da istifadə edirik. Bəli. Dəmir pullardan. 1769-cu ildə kağız puldan istifadə etməyə başlamışıq. Ümumiyyətcə bizim ailələrimizdə uşaqlarımıza pulu necə xərcləmək lazımdır məsələsini öyrətmirlər. Yəni mən bunu dəfələrlə şahidi olmuşam, görmüşəm. Nə üçün? Çünki mən elə düşünürəm ki, ata-ana uşağı uşaqlıqdan ailənin büdcəsi ilə maraqlandırmalıdır. Yəni uşaq bilməlidir, onun ailəsinin büdcəsi nə qədərdir. Nələri almaq olar, nələri almaq olmaz. Nəyə pul xərcləmək olar, nəyə olmaz. Valideynlər uşaqlarını bununla maraqlandırsalar, uşaqlar da gələcəkdə artıq o mədaxil, məxaric məsələlərini, ailədə nəyi xərcləmək olar, nə qədər yığmaq olar, nə üçün yığmaq olar, yəni bu ailə büdcəsi məsələsini gələcəkdə qoruya bilərlər. Yəni bunu bizə məktəbdə öyrətmirlər. Bunu bizə cəmiyyətdə öyrətmirlər ki, bunu biz özümüz öyrənirik. Bəli. Yəni hər bir insan öz pulunu idarə etməyi Yaşayış özü durumuna öyrənir. uyğun. Yaşayış durumuna uyğun, bəli. Bəli. Və əgər insan öz pulunu düzgün idarə eləyə bilərsə, inandırıram sizi, o həmişə varlı olar. Yəni əgər insan pulunu düzgün istiqamətləndirə bilərsə, boş-boş şeylərə çox pul xərcləməzsə, o heç vaxtı borca düşməz. O heç vaxtı narahatçılıq keçirməz. Çünki pulu idarə etmək əsas məsələlərdən biridir. Yəni pulu qazanmaq olar, amma əsas onu idarə etməkdir. Axı bütün insanları dünyada gözə görünməyən belə bir cazibələr idarə eləyir. Cazibə nədir? Kiminsə kimə borcu var. Bu ki, məsələn, gənc analar övladlarına süd vermirlər. Yəni bizim analarımız bizə süd veriblər, layla çalıblar, maqnitofonu birləşdirib mahnı qoymayıblar ki. Yəni o oxunan laylanın içində hər bir böyük borc var. O verilən ana südünün içində qaytarılması mümkün olmayan borc var və kimsə hər hansı bir uğur qazanıbsa soruşun, o mütləq ana südü əmibdir. Məsələn, mütləq mənada ölkə və yaxud ölkənin sərhədlərindən kənarda tanınan adamların hamısı ana südü əmiblər. Ancaq indi belə kütləvləşən bir məqam əmələ gəlib ki, bunu da gəlib biz böyüklər deyək də, ciyərparalarla ana südü vermirlər. Yəni bilirsiniz, axı bu hər şey, o da bir puldur da, elə bir puldur ki o ana südü, ana laylası, onu heç nə ilə almaq mümkün deyil. Pul elə hökmən deyil ki o kağız ya məsələn bir metal olsun. Onu
bir sədaqəti, səmimiyyəti heç pulla almaq olmaz. Bir dahi deyib ki, siz deyir, səmimiyyəti və sədaqəti pulla almağın bir dənə yolu var. İt alın qapıda saxlayın. Orada siz səmimiyyəti, sədaqəti ala bilərsiniz. Qalan heç bir şeylə onu almaq mümkün deyil. Yəni belə bir şey, bunları bilmək lazımdır. Mən əslində bir çox şairlərin yazdıqlarında da görmüşəm ki, yəni hiss etmişəm bunu ki, şairlərimiz də hətta qeyd edirlər ki, pul həyatda hər şey deyil. İnsan həyatda əziyyət çəkə bilər, amma dayana bilər, dözə bilər ayaq üstə. Mən bu yerdə istəyirəm ki, Ramiz Rövşənin, sevimli şairimiz Ramiz Rövşənin çox gözəl bir şeirini deyim. Gülmə atan balası, gülmə. Elə bilmə ki, acından ya yoxsulluğundan yıxılır insan. Bu dünyanın bütün dərdinə dözür dayanır, bir gün sevincindən yıxılır insan. Bu dünyanın qara atı deyilən atından yıxılmır. Bir kəpənəyin qanadından, bir gülün ləçəyindən yıxılır insan. Gülmə atan balası, gülmə. Elə bilmə ki, acından ya yoxsulluğundan yıxılır insan. Çox sağ olun Lalə xanım. Lalə xanım, çox sağ olun. Sizin bu dediyiniz mənə əslində bu şeirin elə xırdalanması, izahı odur ki, məsələn, bir kəpənəyin qanadından yıxılmaq ən kiçik ölçüdə olan o pul ki var, o da müəyyən bir zəhmətin ölçüsüdür, müqabilidir. Bax, bayaqları belə söhbət oldu ki, gəncləri, uşaqları, məsələn, öyrətmək, sözlə öyrətmək mümkün deyil. O balaca uşaq bir dənə cızma qara bir rəsm çəkirsə, lap 5 yaşındadır, ya 7 yaşındadır. Onu aparıb doğrudan bir dənə uşaqların sərgisində bir neçə qəpiyə satıb, gətirib o uşağa qarşısına qoysanız, o bilər ki, o zəhmətin müqabilindədir, o qəpiyin qədrini bilər o böyüyəndə. Yəni, insan gələr ilk dəfə soyuğa da çıxanda, istiyə də çıxanda və ondan sonra yadında qalır ki, soyuq nədir, isti nədir. Pulun da adekvat olan zəhmət müqabili var. O bilinməsə, məsələn, elə uşaqlar var da, ata-ana uşaqları ki, bahalı maşın qoyurlar altına, nə bilim şeylə, o bilmir ki, o necə qazanılır. O gəlib biləydi, o rəsmi çəkəydi və ona o 5 qəpiyə dəyərlə bunu satılıbdır, biləydi ki, o 5 qəpiyin qiymətindədir. Onda o israf, mənim babam həmişə deyərdi ki, günahdır, yəni israfçılıq eləmək olmaz. Yəni, dünyada 4 fəsil var, ancaq şair o 4 fəsillərin arasında da gün görür, bir yer görür. İtmiş həsrət kimi uzaqdan gələn, güclə eşidilən hənirsən, ünsən, sən bahar deyilsən, bahardan əvvəl, qışdan sonra gələn yağmurlu günsən. Sevdiyin insan, mənim sevdiyim insan, o nə bahardır, nə qışdır, o ikisinin arasında olan gündür ki, onu yalnız mən görürəm. O gözəlliyi, o təkrarsızlığı, o bənzərsizliyi, ən kiçiyin qədrini bilmək, onda elə böyüklərin də qədri bilinir, çoxun da qədri bilinir. Sərvət də elədir, hər bir adamın və yaxud da xalqın və yaxud da bütün dünyanın, ya ekologiyanı korlayırlar filan, bütün dünyada bu şeylər gedir, yəni o təbiilik filan, o da elədir. O şeiri bəlkə əvvəldən axıra kimi deyim, itmiş həsrət kimi uzaqdan gələn, güclə eşidilən, hənirsən, ünsən, sən bahar deyilsən, bahardan əvvəl, qışdan sonra gələn yağmurlu günsən. Mənim ürəyimdə gecələr həsrət, hələ açılmayan tumurcuq kimi, sızır dadı tamı dilimə hərdən, sonralar gələcək muştuluq kimi. Hayana baxıram, budaqlar üryan, baxdıqca yamyaşıl görünür onlar, araza baxıram, suları giryan, kimsənin görmədiyi ay gözləri var. Aman Araz, xan Araz, bin göldən qalxan Araz, al başımdan sevdayı, Xəzərdə çalxan Araz. İtmiş həsrət kimi uzaqdan gələn, güclə eşidilən, hənirsən, ünsən, sən bahar deyilsən, bahardan əvvəl, qışdan sonra gələn yağmurlu günsən. Ağadadaş müəllim, necə deyirlər, ehtiyac qapıdan girəndə xoşbəxtlik bacadan uçur. Bəs pul xoşbəxtlik üçün nə dərəcədə önəmlidir? Ümumiyyətlə, xoşbəxtlik məfhumu mənim aləmimdə mənlik deyil.
elə bir məfhum, elə bir fikirlə mən razılaşmıram. İnsanlar o xoşbəxtlik anlayışını müxtəlif məqamlarda, həyatlarının müxtəlif anlarında hansısa bir xoş əhval-ruhiyyəli necə həyatından keçən bir məqama bağlayır. Biri nə bilim o xoşbəxtliyi evladında görür, biri onun böyüməsində görür, biri ali təhsilində görür və bu və s. Onların da hamısının başında pul Onlar var. da təbii ki, maddiyyatla bağlıdır. Bəli. O maddiyyat o necə deyirlər, o sosial həyatımızın təminatlarından biridir. Amma qaldı ki, xoşbəxtlik məfhumu bilmirəm, mən onun izahını verə bilmərəm. Çünki mən xoşbəxtliyi o insanlarda görürəm ki, onlar həyatda bütün əməlləri ilə, bütün yaşantıları ilə, istər bu mənəvi dünyasından tutmuş ictimai həyatımıza qədər insan Allahın buyurduğu qanunlarla, düzdür, dövlətimizin qanunları var, baş əyirik. Amma mənim üçün ən ali qanunlar Allahın verdiyi qanunlardır. O qanunlarla yaşayan insanlar həyatda doğrudan xoşbəxt insanlardır. Çünki onlar Allahın sevgisinə yaxın olurlar o zaman. Bəzən insanlar deyir ki, mənim dərdim var, Allah niyə bu dərdi mənə verdi? Əslində dərdi verməklə Allah səni özünə yaxınlaşdırır. Səni qoymur özündən aralı qalasan. Çünki bəzən insanlar maddiyyata elə başı qarışır ki, doğrudan da Allah sevgisindən biraz uzaqlaşır. Ona görə o sevgidən uzaqlaşmamaq üçün sevdiyi insanlara ara sıra problemlər yaradır və o problemlərdən, o imtahanlardan necə çıxacağına baxır Tanrımız. Və doğrudan da elə bizim dünyada yazılan qanunlarımız, elə baxanda görürsünüz ki, bu qanunlarla yaşamaq üçün insan zəkası doğrudan da o qədər böyük bir şeylər tələb eləmir. Adicə ən ali kitabımızı oxumaqla, Quran-ı Kərimi oxumaqla biz bu sevginin içərisində ola bilərik, əməl etmək şərti ilə. Amma çox təəssüf ki, bizim indi 70 il imperiya dövründə bizə bu şansı tanımayıblar. Biz doğrudan da bizi dinimizdən və bu gözəl dəyərlərimizdən uzaq tutublar, tutmağa çalışıblar. Ancaq insanlarımızın genetik kodu elədir ki, biz o sevgidən ayrılmayacağıq. Müəyyən məqamlarda, müəyyən necə deyərlər, keşməkeşli yollarımız olacaq, çətinliyimiz olacaq millət olaraq, dövlət olaraq. Ancaq buna biz sinə gərib, həm dövlətimizin yanında olmalıyıq, həm millətimizə sevgimizi artırmaqla bu gözəllikdən heç vaxt gərək özümüzü ayrı tutmayaq. Amma qaldı ki, dünyada hamıya zorla təbliğ eləyirlər ki, Amerika dövləti belə dünyanın qeydinə qalır və yaxud Avropa belə gəldi, Avropa elə getdi. Bunlar hamısı bu ölkələr, dırnaq arası inkişaf eləmiş ölkələr əslində maddi gücə malikdirlər. Onların mənəviyyatlarında o qədər boşluqlar. Yəni hər şeyin başında maddiyyat. Maddi imkanlara görə insanlara təzyiq eləyə bilirlər, ölkələrə təzyiq eləyə bilirlər. Amma onların cılız dünyası var, çox cılız dünyaları var. Əslində onların cəmiyyətində olan fəlakətlər, mən Allahdan arzu eləməzdim ki, bizim də millətin içərisinə oradan cüzi bir şeylər qarışsın. Və onlar bizim Quran-ı Kərimdən olan qanunlarımızın çox gözəl istifadəçidirlər. Gizlin, pərdə arxası. Onlar istifadə edirlər və onunla da cəmiyyətində bir formalaşma yaratmağa çalışırlar. Amma biz inşallah öz dəyərlərimizə özümüz sahib çıxacağıq və inanıram ki, heç vaxt həyatımızda maddiyyat bizim mənəviyyatımızın önünə keçməyəcək. Dahil Yanar da Vinci Gioconda əsərində o xanımın təbəssümü var ki, sirli bir təbəssümdür. Mən Giocondanın Sirri və ya Da Vinci Kodu essemdə yazmışam, o da əcnəbi ölkələrdə çap olunubdur. Ancaq mən bu yazımdan əvvəl, tədqiqatımdan əvvəl Tofiq Dadaşovun belə bir versiyası vardı ki, o xanımın uzun illərdir deməli uşağı olmayıb, belə hamilə olanda ağzının dadı dəyişib və bilib ki, hamilədir, təbəssüm, üzündə təbəssüm olub. O ilahi ana təbəssümündə deməli dahi rəssam çəkibdir. Məsələn, şeirdə belə gəlir ki, mənim ürəyimdə gecələr həsrət, hələ açılmayan tumurcuq kimi sızır dadı tamı dilimə hərdən, sonralar gələcək muştuluq kimi. Mənim səni sevdiyimi ilk dəfə hamıdan əvvəl mən hiss elədim. Ağzımın dadı dəyişdi və bildim ki, mən səni sevirəm. Ancaq bu sonralar gələndə muştuluq kimi sonradan aylar keçəcək, hamı biləcək ki, mən səni sevirəm. Bax, belə. Duyğuludur.
Paşa Qəlbinur doktorumuz, şairimiz, bəlkə də orada professorumuz, bəlkə də orada başqa bir duyğularla yazıbdı. Amma mən onun bir psixoloji anını istəyirəm sizin üçün belə təhlil eləyəm. Orada deyir ki, qışdan sonra gələn bahar deyilsən, amma baharın ortasında o yağmurlu günsən. Doktor, mən indi istəyirəm ki, onu belə bir balaca deyim. İnsan uzun müddət qış dövrünü keçəndən sonra sanki elə bir ki, bu bahar üçün bir həsrətdə olur, arzuluyur baharı. Yəni baharın gəlişindən qabaq ki, o anlar ki, o fevral ayından başlayır ki, o çərşənbələr ki başlayır, insan hər o çərşənbədə istər-istəməz o baharın iyisini duymağa başlayır. Elə düşünürəm ki, şairimiz bax həmin o məqamı göstərməyə çalışır ki, bəli, bahar həsrətini göstərən, sevgini o bahar həsrətinə bənzədən həmin o ana bənzədir. Yəni bax, mənim üçün çox maraqlı oldu və çox gözəl bir şeirdir. Biz, deməli, Sovet dövründə, siz də o vaxt orta məktəbdə oxumusunuz da balacam, bizə Aristotel məntiqini tədris eləyiblər. Ki, 1, 2, 3, 4, 2 dəfə 2, 4. Ancaq sonradan gəldi kvant nəzəriyyəsi indi. Sonradan gəldi Lütfüzadə məntiqi. Lütfüzadə dedi ki, birdən sonra 2 gəlmir. Birdən sonra balaca, bir tam onda 1 var, onda 2 var, onda 3 var və onlar da bölünür nə qədərə. Və müasir poeziyada o cürə gerçəkliyi qəbul eləyir. Və o elə düzü də odur. Çünki, məsələn, övlad gəlir qapıdan, qışın günündə, qapılar da bağlıdır. Ana onun səsini də hiss eləmir. O insan ətri olur axı ya, onu da hiss eləmir. Ana deyir ki, bax o mənim oğlum əskərlikdən gəlir, müharibədən gəlir bayırdadır. Yəni o hiss artıq Aristotel məntiqindən kənardır. O Lütfüzadə məntiqidir. Və dünya da çox müxtəlifdir. Allah Teala çox müxtəlif yaradıb insanları və bu dünyanı. Saç və vizajıma görə MM Studiya salonunun vizajçısı, stilisti Aygül xanıma öz təşəkkürümü bildirirəm. Bizə ayrılan məkana görə Monkron restoranının rəhbərliyinə öz təşəkkürümüzü bildiririk.
Verilişimizdə iştirak etdiyiniz üçün hər birinizə öz təşəkkürümü bildirirəm. Hörmətli tamaşaçılar, Azərbaycanda yoxsul ailədə yaşayıb, amma bir-birini sevən, dəyər verən və xoşbəxt olan insanlar o qədər var ki, mənə görə ailə xoşbəxtliyi qarşılıqlı anlayışdan asılıdır. Zaman pul deyil, onu qaytarmaq olmaz. Var dövlət qayğılarımızı azaltmır, sadəcə bir qayğını digəri ilə əvəz edir. Bizə ayrılan vaxt sona çatdı, sağ olun, gələn görüşlərədək.